Gömrükdə vergi güzəştləri ləğv olandan sonra bu gördüyünüz Çin maşınları əldə qalıb. Bazarda alıcı qabiliyyəti çox aşağı düşüb. Bununla bağlı nə deyə bilərsən Fərid? Mənə görə təzə çıxmış Çin maşınlarısa illərdə bazarda öz sözünü demiş Koreya maşınları daha yaxşıdır. Sən gəl bir hamısı sənə göstərim. Gedək. Bax ayxa, mənim üçün maraqlıdır. Bu 2023 Sarento'nun əvəzinə hansı Çin maşını qoya bilərsən? Çangan 207 düşünmədən. Bir söz deyim, bunun keyfiyyəti, bunun öz gözəlliyi, bir də ki dədəbaba olması, Çangan 207-nin hələ ona çatmağına bir 10-15 il var. Sarento'nun çayı 16 illik maşınıdır. Bu Sarento hələ burada. Bax belə vəziyyətdə qalıbsa heç bir Çin maşını hələ 16 il sonra bu vəziyyətdə qalmayıb. Hansı Çin maşını 16 il sonra bax bu vəziyyətdə qalıb? Qardaş yeni çıxıb da, bunlar da yeni çıxanda, bunlara da inanan yox idi. İndi onlar da yeni çıxıb 15 ildən sonra onları da görərik bunları da. 15 il sonra hələ çox var ay. Bəli. Çin maşını deyib dayanmırsan, oturmusan Kia'nın karnivalında. Yox, komfortu, rahatçılığı öz yerində, amma hardan baxsan da Çin maşınının müasirliyi, ekonomluğu və futuristikliyi nəyi desən deyə. Mənim öz fikrimdir qardaş, maşın dözümlü olmalıdır. Kia da, Hyundai da, Koreya maşını dözümlüdür. İndi yorumlar özünüz qeyd edərsiniz. Çin maşını, Koreya maşını. Dədə baba Sarento'nun əvəzinə hansı Çin maşını yanbayan qoya bilərsən?